Bugün qarşınızda gələcəyin mükəmməl hüquqşünası var. Yalnız ona sözü təqdim elə. Mən Fidan Abdullayeva Adas Universitetinə 662 balla daxil olmuşam və hal-hazırda hüquq fakültəsində oxuyuram. Hələ ki EPP inşallah Aha, bəli. gələndə Əsas dərsdə keçəcəyik. inşallah. Aha, deməli bizim bir neçə sualımız var. Bu həm sizin göndərdiyiniz, həm də mənim verəcəyim suallar olacaq. Deməli, ilk öncə hamıya maraqlı olan suallar hazırlıq dövründə, yəni hazırlıq dövrü necə idi? Əslində 11-ci sinif hazırlıq dövrüm həqiqi anlamda çox maraqlı idi. Yəni mən çətinlik çəkdim, okey, hətta elə olurdu ki, yuxusuzluqdan deməli də ağladığım günlər belə olub da. Çünki tarix bizdə çox idi və mənim yaddaşım elə yaxşı olmadığı üçün mən tarixi bəlkə də gündə 8-10 saat oxuduğum olub da. Çətinlik amma maraqlı idi. Həqiqətən yəni 11-ci sinifin hazırlıq dönəmi düşünürəm ki, çox yaxşı qiymətləndirir. Çünki həm son zəng, həm Beçer, həm imtahan stresi, amma çox qəşəng dönəmdir. Gündəlik hazırlıq proqramını necə qururdun? Əslində rabla hazırlaşırdım həqiqətən. Necə deyim, mən çalışırdım həmişə son saatlara saxlayım. Çünki onda daha çox stres gəlir ki, sən dərs oxumalısan, sən o stresi mən ancaq onu oxuya bilirdim. Hər gün oxumaq üçün özünə necə vaxt bölürdün? Yəni ümumiyyətlə vaxt bölürdünmü yoxsa Mən sistematik çox qəribə idi. Mən hazırdan evə gəlirdim, amma yatırdım, sonra dururdum gecə 2-3-də. Ondan sonra yenə hazırlıq saatına kimi elə burada sonra hazırlanım saatına qədər başlayırdı. O vaxta kimi dərs oxuyurdum. Yəni planım bu olub sadəcə. O müddət arasında oxumaq, yəni yatmaq yox, ancaq oxumaq. bəs məktəblə necə olurdu bu? Məktəbə getməmişəm, adım yazılı 9-cu sinifdən. Yəni belə məktəb direktorlarına həqiqətən halal olsun. Olandan sonra niyə də yox? Bizim yəni pulla da qəbul edilmir. Hansı fən və mövzuya daha çox diqqət ayırırdın? Hansı fən? Ən sevdiyim ədəbiyyat oldu dəqiqətən bu sorğusuz-sualsız. Ədəbiyyatın hər bir mövzusu çox bəyənirdim. Xüsusilə İskəndərnamə. Bizim qrupda İskəndərnamə həqiqətən bəyənən yox idi, amma şəxsən o mənim üçün ən ləzzət eləyən mövzu idi. Mən məsələn İskəndərnaməyi sevməmişəm, amma əzbərə bilmişəm, yəni əzbərləmişəm, amma sevməmişəm. Oxumağa motivasiyan olmadığı zamanlarda nə edirdin? Əsl deyim, yəni bu tövsiyə kimi ola bilər. Öz-özü mükafatlandırır. Mənim həmişə yəni yanımda yeməli nəsə olub da, yəni atıram, xüsusən jelibonu qəşəng bəyənirdim. Əgər hətta deyirdim, bu hissəni qutarandan sonra bu jelibonu yeyəcəm, bu hissəni qutarandan sonra bu jelibonu. Öz-özünü mükafatlandırır bir sözlə. Onda həqiqətən baxmaq üçün bir hədəfimiz olmuş olur. Bəs məsələn tutalım da indi ürəyin yatmaq istəyir, amma dərsində tökülüb qalıb. O motivasiya necə gəldi ki, durum bunu eləyim də? Motivasiya deyil, daha çox məsuliyyət idi. O uşaqların qarşısında, müəllimin qarşısında utanarsan ki, o dərsdə eləməmsən həqiqətən. Ən sevmədiyim şey idi ki, müəllim görüb baxsın desin ki, sən bu dərsi eləməmsən. Yəni, ona görə mən də o motivasiyanı mən eləmişəm, utanmayayım bircə. Qırılmasın. Sinirliyim. Hazırlıq dövründə ən çətin vaxt, zaman döngəsi nə vaxt oldu? Buraxılış ərəfəsi. Həqiqətən buraxılış ərəfələri qalmış, çünki əlavələrimiz artırdı və blok müəllimləri də bir ay qalmış hazırlıq yandırmır, da bir həftə qalmış yandırır. Onda səhər saat 8-dən əlavələrə gedirsən. Normal vaxtda buraxılış ərəfəsi mart idi və bizdə təsadüfən qar yağır, soyuq hava falan. O həqiqətən hava şəraiti çox çətin edir. Və sən bunu necə dəf edirdin? Nə yəni dostlarımla birgə, məsələn, birinci yəni motivasiya olurdu, elə olurdu. Bina qonşum var idi, məsələn, onunla birgə gedib gəlirdik. Küləkdə bir yerdə, büzüşüb gəlib bir yerdə gedir, yəni. Dostlarım ona görə ən yaxşı. Sənin üçün ən faydalı oxuma üsulu nədir? Ən faydalı oxuma üsulu? Asıl deyim, yəni hərənin öz üsulu var məncə oxumağa. Yəni buna hər hansısa mənim üçün, sənin üçün deyəməyəcəm. Sadəcə çalışın, yəni qarşısına hədəf qoyun, oxuyun ki,
o hədəfi yerinə dərsiz, yoxsa həqiqətən oxumaq heç cür getmir. Məsələn, mən video çəkmişdim. Bir var yazaraq öyrənirsən hansısa okey. şeyi. Yox, yazaraq deməyim. Məsələn, ingilis dilini həqiqətən bəzi sözləri yazıb öyrənmişəm. Amma mən 3-cü qrup olmuşam və məsələn tarixi əməli səsli, yəni qışqıra-qışqıra oxuyurdum ki, o mənim beynimə girsin. Yəni üsul bu deyərdim ki, yəni səsli oxumaq. Mən də məsələn yazanda daha yaxşı yadımda qalır. Qısa fasilələr və istirahət hansı metodlardan istifadə edirəm? Aslında mən qısa fasilələrdə ya yemək yemişəm, həqiqətən özümü o qədər aç saxlayırdım ki, yemək mənim üçün bir mükafat idi və və yaxud da ki, istəyirəm mesajlara cavab vermək. Çünki hamı bilir ki, mən dərs müddətində kiməsə heç cavab yazan deyiləm. O mesajlar orada tökülüb qalar. Mən sonra yəni, yazaram, o mənim üçün fasilə olar. Amma belə də başqa uzun bir fasiləm olmayıbdı. Bal toplamaq üçün istifadə etdiyin resurslar nə olub? Dərs vəsaitlər. Dərs vəsaitlər. Əlbəttə toplular, yəni bu klassikdir. Məsələn, ədəbiyyatdan güvən, İngilis dili müəllimimiz özü keçəndən qalan, ümumiyyətlə əvvəlki illərdən qalan tapşırıqlar işlədirdi. Riyaziyyatda da əvvəlki illərdən qalan tapşırıqlar işləmişəm. 2019-cu ildən düz 2024-cü ilin baxılışların hamısını işləmişdim. Sonra tarixdən də əvvəlki illərdən qalan testlər, yəni əsasən əvvəlki illərdən qalan testlər həqiqətən kömək olur. Məsələn, bizə də eyni şey işlədir. Hər metod. Hər fən üçün ayrı-ayrı öz oxuma metodun var. Yoxsa hamısını elə eyni cür oxuyurdun? Fərqli idi. Məsələn, riyaziyyata necə deyim, riyaziyyat həqiqətən ən çox vaxtımı aparanlardan biri olurdu. Yəni çalışırdım ki, riyaziyyata daha çox önəm verim. Məsələn, onlarda biraz fərqli metod istifadə eləmişəm. Tarixdə ümumiyyətlə səsli oxu yaz. Ya oxu danış, daha doğrusu. Ədəbiyyatda yox, klassik olub. Ədəbiyyatın heç bir çətinliyim olmayıbdı. İngilis də, Azərbaycan dili də. Hətta ən asanı Azərbaycan dili mənim üçün. Abituriyentlər arasında elə mən özüm də abituriyent olanda ən mənə maraqlı olan hansı test, daha doğrusu belə deyək də, sınav daha imtahana yaxındır səncə? Açıq deyim, güvən, bir də OTK. OTK, aman, ədəbiyyatla ingilisin çox çətin salırdı. Hətta bir çox indi bu dəqiqə olan tələbə və yaxud da ki, abituriyent xatırlayıram ki, ingilisini gedib az yazırdı. Halbuki dil imtahanı ingilisdə çox rahat düşür. Ona görə ingilis üçün və yaxud da ədəbiyyat üçün güvən deyə bilərəm. O biri fənlər üçün də. Amma belə də güvən və OTK ən məsləhətlisi. Məsələn, mən OTK-da yığdığım balım 253 yığdım. 254 əsl buraxılışda yığdım. Amma güvəndə daha az gəlirdi. 20 bal güvəndən fərqli olurdu məndə. Mən də OTK-da sonuncu buraxılışımda 270 yığmışdım. Öz buraxılışımda da 280.9. Blokum da təsadüfən eyni idi. 381.1. Öz blokum idi. 381 falanda neçə OTK balım idi. Məncə OTK biraz daha yaxın. OTK bir formatına hazırlanır. Amma mən də məsləhətli proqramdır. Test. Yəni pulunuz varsa gəlin. Səhər və yaxud da gecə oxumaq sənin üçün daha effektiv idi. Hansı? Gecə heç cür səhər oxuya bilmirəm. Bu dəqiqə məsələn hal-hazırda tələbəyə hələ də dərslərimiz var da. Yəni onunla beləsinə yenə də vaxtım olsa belə gecəni seçərəm. Gedib mən bu rejimə alışmışam da, evə get, yat, sonra dur, gecə oxu. Yəni mənim üçün daha effektivdir. Məncə də, mən də səhər oxuyan insanlara başa bilmirəm ki, necə beyinlərinə girir o dərs. Mən heç cür səhər beynim bloklanır. Mənim üçün bloklanır səhər. Hazırlıq zamanı diqqəti yayındıran şeylər nə idi? Onları necə azaldırdın? Qeybət. Həqiqətən qeybət çox olurdu bizim hazırlıqlarımızda. Qeybət ilə danışıq görmək qısaca. Müzakirə. Dərs haqqında müzakirə. Çox danışıq gedirdi. Amma bir şəkildə yəni hər hansı onlar şey eləmirdim. Deyirdim ki, bunlar da son bir dəfə olacaq bir şeydir. Məsələn, ingilis dərsini bilmək qədər danışıq görürdük. Amma bir dəfə də olsa bilətməzdən ki, mənim dərsimə ziyan tarixdə. Yəni, zaten əsas gücümü mən evdə qoyurdum. Burada az bir şey qalır hazırlıq vaxtına. Ona görə düşünürəm ki, heç eləmirəm. Bir də uşaqlar var da, məktəbə gedirlər.
məktəbdə ancaq dərs işləyirlər. Adları da çıxır oxuyan uşaq. Ay sen mektep yani sadece 11. sınıf məktəbində onsuz da müəllimlər çoxsu güzəştə gedir. Həqiqətən bəzi bir-iki dənə müəllim ola bilər ki, sərt olub sizin güzəştə getməsin. Amma sadece 11. sınıfı həqiqətən dadına çıxardım. Çünki o uşaqlarla son görüşünüzdür bəlkə də. Ondan sonra ola bilər ən yaxın dostluqlar qalsın. Amma beləcə qrup olaraq ayrılırsınız da. Təzə bir ortama düşərsiniz gələcəkdə. Deməli, özünü qiymətləndirmək üçün yəni necə bilirdin ki, səndə inkişaf var, yoxsa yoxdur, hardan hiss edirsən? Əslində çox qəribədir. Məsələn, 11-ci sınıfın ilk başında mən həqiqətən bal olaraq özümdən 500 saat gözləyirdim. Yəni özümün bu qədər bal yığacağını özüm də gözləmirdim. Onda hətta fikrim Dillər Universitetinin ingilis dili müəllimi idi və onun da balı həqiqətən 540 falan idi. Yəni o belə böyük bal idi. Ona görə amma buraxılışdan sonra məsələn 280 yığanda yəni demək ki bazara bilərəm də. Bir də gördüm ki yəni bilirəm necəsə. Ondan sonra qərar verdim ki adakı qrup olmasın. Hansı dərs və yaxud da mövzu sənin daha çox vaxt alır? Məsələn, bunu dedim, tarix. Tarixdən çox və riyaziyyat. Tarixdə hansı dövrdür? Oh. Heydər Əliyev dövrü həqiqətən. Əslində çox rahat dövrdür. Həqiqətən yəni gözünüzü qorxutmasınlar. Çünki bunu oxumuş biri olaraq deyirəm də. Daha çox tələbələrin çoxsu dönəmindən şikayət edir, abituriyentlərin Heydər Əliyev dönəmindən. Amma həqiqətən mənim üçün rahat olan dönəm Heydər Əliyev. Başa düşsəz, həqiqətən tarixi öyrənməkdə heç bir problem çəkməyəsiniz. Məndə məsələn AXC. AXC çətinlərdən biridir. Amma yenə AXC-nin yəni az bir 2 ildir deyəcəmcə öyrənmək olurdu. Amma Heydər Əliyev dövründə həqiqətən biraz proseslər daha çox gedirdi. Səncə tarixi uşaqlar neçənci sinifdən getməlidir? Mən özüm tarixi 9-cu sinifdən getmişəm. 9-cu sinifdən getməyimə baxmayaraq, məsələn 30-dan 59 yazdım. Yəni gözləyirsiniz ki 3 gedəsəm 30-a 30 yazsam, yəni bu heç bir qarantiyası yoxdur da. 10-cu sinifdə həqiqətən kifayət eləyir. O yüzden 9-cu sinifdə deyirəm, gözümü çox qorxutdu və 9-cu sinifdə getmək qərarını aldım. Amma yəni 9-cu sinifdə özünüz evdə oxuyub 10-cu sinifdə müəllimlə razılaşa bilərsiniz. Amma həqiqətən başa düşmürlərsə, məndə getməlidirlər. O bəli. Amma tarixdə çalışın, yəni dərk edin. Çünki 9-cu sinifdə ən azı 7-ci və 8-ci sinifə qədər oxuyun. Həqiqətən ona kömək edirsə. Ümumiyyətlə, indiki uşaqlarda şey vardır, bu mənim qrupum deyil, mən bunu oxumuyorum. Amma bizim vaxtımızda o yox idi. Biz artıq 9-dan başladıq ki, müəllimlər demək ki, bu bizim qrupumuz deyil, oxumuruq. İndiki uşaqlar elə 6-dan 7-dən başlayıblar və bu sizə ziyandır. Çünki mən məsələn müəyyən bir vaxta qədər 1 olmaq istəmişəm. Lap uşaq olanda 4 istəyirdim də həkim olmaq. Sonra 1 istədim. Çünki mənim fizikam falan yaxşı idi, kimya. Sonra dedim yox, mən 2 oluram. Sonra dedim 3 oluram. Yəni hamısını oxumaq ona görə sizə kömək edir ki, siz hamısını oxuyasınız və görəsiniz ki, siz özünüzə hansında tapırsınız da. Həm 6-cı və 7-ci səhifədə fikriniz tam formalaşmır. Yəni bilmirsiniz nə istəyirsinizə tam olaraq ki, gələcəkdə nə ola bilərəm. Ona görə çalışın həqiqətən oxuyun. Məsələn, mən özüm də 8-ci sinifdə həqiqətən biologiyamda çox yaxşı idim. Yəni çalışın həqiqətən 8-ci sinifə kimi ən azından bütün fənlər oxumağa çalışın ki, ondan sonra sizdə fikir formalaşsın ki, gələcəkdə nə ola bilərəm. Yəni ki, indidən seçməyin heç nə. Hazırlıq dövründə ən böyük uğurunu necə qazanırdın? Nə deyirsən? Yəni qısa çalışmaq, yəni çox oxumaq. Çünki yəni hazırlıq dövründə geri qaydanda, yəni beynimdə az bir şey oxumuşam da. Bəlkə girib əylənmişik, amma əsası mən oxumaq olub da, həqiqətən əsasən öz hisslərimi bildirməmişəm. Məsələn, çox yorğunam, çox başım ağrıyır falan. Uşaqlar olan ortamda əylənmişəm, amma yəni onun arxa hissəsi heç elə deyil də. Onsuz da o gülüb əylənməkdə, yəni 1-2 saatlıq olan bir şeydir. Evə gəlonsda yenə də oxuyuruq. Bir də müəllimlər də məsələn o şeyə inanır. Əgər dərsdə bir uşaq dərs edirsə, bu uşaq oxuyandır. Amma sən gəlib dərs eləmirsən. Məsələn, mənə də deyirdilər. Mən dərsdə dərsimi bitirmişəm də, yəni daha doğrusu evdə dərsimi bitirmişəm. Dərsə gəlib, yəni mən o qədər kitab bir də özümlə niyə gətirim ki? Bitirmişəm də onu. Hətta bitirməyənin günahıdır ki, bu evdə dərsini bitirməyib.
Mən gəlmişəm bura deyib gülməyə, ən azından bir 5 saatım üçün məktəbdə də, mənim eynim açılsın. Yəni çox dərs də ziyandır. Bir məsələn uşaqlar daha doğrusu məncə 3 yerə bölünür. Bir bizim kimi həqiqətə etiraf edənlər. Bir mən heç nə oxumamışam, bir dəfə baxmışam, elə yadımda qalıb deyənlər. Bir də ki mən ancaq oxumuşam, yeməmişəm, içməmişəm, oxumuşam Bəli. deyənlər. Bir dəfə bir dənə alıb mən əlavə etmək istəyirəm. Heç yerə getməmişəm. Telefonum boş. O qrupda yeməmişəm, içməmişəm. Telefonum olmuyor. Amma məsələn bizdə uşaq var, həqiqətən onun telefonu olmuyor, qrup yoldaşımız. Məsələn ona inanıram, o qədər bal yığıb. Amma yəni sadəcə telefonu olmuyor da. Çünki belə bir çıxmasa rayon yerində qalır və onlara o qədər telefon lazım olmur. Amma bizdə elə deyil də, yəni. Yəni, çox mənim belə PDF olsun, dərs vəsait olsun, amma telefonu göndərirdi. Ona görə düşünürəm ki, telefon vacibdir və bu əslində sən özünə məxsusdur. Mənim şəxsən buraxılışdan sonra, yəni mənə təzə telefon aldı və istəsəm, yəni fikrimi təzə telefona verib oxumaya bilərdim və blokdan yığardım. Amma mənim yenə də fikrim dərslərdə olub. Yəni bu sən öz iradəndən asılıdır, məsuliyyətindən. Yəni heç kim bir də şey var, hə. Bal yığa bilməyib, mən həyəcanlandım deyənlər. Uşaqlar bilirsinizsə yazasın, narahat olmayın. Yəni, biz robot deyilik də. Hətta yeri gəlsin mən məsələn daha doğrusu həyəcanlananda əllərim tərləyir. İmtahanda o qədər həyəcanlanmışdım ki, vərəq bütün yaxşı idi. Qorxurdum ki, vərəq qurumaz, birdən qəbul eləməzlər. Yəni ona rəğmən bu qədər bal toplamışıq da biz. Kim deyir ki, həyəcanlandım falan, düz deyən də hər an bir belə deyək də beyin tutumu var. Heç kimi qınamırıq burada. Ola bilər, yəni çox bal yığan da o demək deyək ki, bəlkə də az bal yığan bizdən daha yaxşı yerdə olacaq, ta ki hamımız yaxşı yerdə olaq. Amma yəni həyəcanlandım deyib yola verməyin. Biz sonra çıxırıq ki, robot kimidirlər də, bunlar həyəcanlanmırlar, bunların beynində hər şey var, gəlib yazırlar. Dostlarımın və yaxud da müəllimlərin dəstəyi olurdu sana. Çox. Həqiqətən mənim bir müəllimim var idi, azra ədəbiyyat müəllimim, Azərbaycan dili ədəbiyyat. Həqiqətən yəni o şahiddir. Mən nə olursa gündəlik həyatımda söhbət edirəm, sadəcə dərsə nə olursa gedib ona deyirdim. Yəni müəllim adanın açıq qapı gününə gəlmişdim, gedib müəllimə demişdim ki, necə beyniniz? Həvəslə danışırdı və o müəllim həqiqətən mənə həvəslə qulaq asırdı. Bütün xarakterimə, yəni hər düşüncəmə sahib bir insan idi də. Kişi müəllim idi, amma yəni bu hər hansısa bir mübarizə törətmirdi də mən onunla rahatlıqla söhbət edə bilirdim. Dostlarımı da yəni vurğuladım bayaq ki, harasa gəzmək falan olsun, getmək olsun, hazırlıq çatana kimi şey olurduq, bir-birimizə motivasiya verirdik, danışırdıq, gülürdük. Yoxsa ki, heç kimə söz atmam, amma bəzi insanlar var da, başım çox ağrıyır, dərs oxumamışam, ayda dərs çox çətindir. Yəni çalışın ətrafınıza pis motivasiya verməyin də. Hər bir insanın, yəni burada məsələn indi tələbəçi həyatında danışım, gəlirik də institutda, hər bir insan ayrı-ayrı yerlərdən gəlir. Biz bilmirik o nə yaşayıb gəlib, amma sən məcbur deyilsən ki, yəni onu bizə göstərəsən də sən evdə problemin olub və yaxud da ki, kimdənsə dalaşmısan, gəlmisən. Yəni sən ayrı bir cəmiyyətə düşürsən və çalışmalısan ki, onu buna yansıtmayasan da. Yəni düzdür. Stres və yorğunluqla necə mübarizə apardın? Yorğunluq həqiqətən ən çətin mübarizə falan bir şeydir. Çünki yuxun gəlir, amma tapşırığın da var, məsuliyyətin var sənin. Yəni çalışın, həqiqətən yuxunuza alındı deyəmirəm, çünki həqiqətən tapşırıqlardan bilirəm də, üçüncü qrup hazırlaşandan ki, nə qədər olur da. Amma yəni yatanda həqiqətən o yuxunun qədrini bilin. Ona həqiqətən yorğununuzu çıxırmış kimi hiss edə bilərsiniz. Stres də ki, yəni o mənim də yəni mübarizə apara biləcəyim bir şey deyil də. Bu dəqiqədə yəni tələbəyik, amma imtahan qorxusu əldə üstümüzdədir, yəni. Əl çəkmirlər. Əl çəkmir. O instituta girmişik. Girəndən sonra belə imtahan veririk ki, bizim səviyyəmiz yox. Biz instituta ilk gidib fikirləşirdik ki, imtahanı kəsməyəcək. Buna görə də bu mübarizə prosesi bir şey deyil. Yəni o qorxu həmişə olur. Hazırlıq dövründə ən çox yəni kitabı oxuyanda öyrənirdin. Yoxsa test işləyib səhv çıxanda ya da ki necə öyrənirdin deyilmək.
Açığı deyim, testlər daha çox kömək eləyir həqiqətən. Amma çünki testə başqa bir mövzu ilə əlaqələndirilir həmişə və sən əgər o mövzunu bilmirsənsə, açıb baxırsan kitabı, büdcə o mövzunu da bildin. Ona görə testlərə daha çox önəm verin işləməyə. Yəni əvvəlki illərin testləri, yəni bunun üçün daha yaxşı öyrənmək üçün. Mən də məsələn səhvlərdən nəinki dərs oxumaq. Adam oxuyur, gedir, fikir vermir, amma səhv olanda deyirsən ki, ayda mən buna niyə baxmamışam? Özü baxırsan, günahlandırmaq daha yaxşı yadda qalır. Ona görə çalışın ki, çox tez test tikəsiz. Gələcək tələbələr üçün hazırlıq dövründən çıxardığın ən vacib dərs nədir? O ən vaxtınızın qiymətləndirin. Həqiqətən mənim üçün ən qəşəng dövr bu dəqiqə hazırlıq dövründür. İndi bilmirəm, tələbəçi həyatına təzə başlamışam. Bəlkə də tələbəçi həyatım olacaq. Amma həqiqətən hazırlıq dövrə gəldiyimdən beri əgər həqiqi mənada qəşəng bir ortamınız varsa, qəşəng bir qrupunuz varsa, onlarla çalışın, əylənin. Hər hansısa bir davaya görə o mənə söz atdı, bu mənə bunu dedi, nə bu gözsüz. Buna görə öz dostunuzu məhv eləməyin də. Yəni ən qəşəng bəlkə çıxaracaq dərs budur dəqiqə. Deməli, bir dənə izləyicimiz yazıb ki, 9 buraxılışında 240 bal toplamış, 3-cü qrupa hazırlaşan min ingiliscə də bilir. Mənə məsləhət, 10-10 versin. 3-cü qrup üçün. 9-cu sinifdə əslində deyim, çox qəşəng nəticə göstəribdi. Mən öz 9-cu sinifdə 252.2 yapmışdım. Ona görə bu dəqiqə necə bir oxuma sistemi ilə davam edirsə, o cür davam edə bilər. Çünki əgər o cür davam eləsə, həqiqətən düşünürəm ki, ən yüksək nəticə əldə edəcək. Çünki öz nəticəsi də hal-hazırda qürur duyulası bir nəticədir. Yəni üstündə yenə də işləmək lazımdır. Bəli, yəni çalış bu potensialını əldən buraxma. Zəncir bir dəfə qırılsa, sonra davamını gətirmək çox çətindir. Düzdür. Bəzi insanlar var, məsələn, 9-a çox əmin olur. Deyir ki, mən bilirəm hər şeyi, amma başlayır oxumamağa, zəifləyir orada. Yəni 9 balınızı arxayın olmayın. Çünki 9-cu sinifdə verilən testlərlə 11-ci sinifdə verilən testlərin arasında həqiqətən dağlar qədər fərq var. Əsasən də riyaziyyatda çox fərq var. Əsasən də riyaziyyat. Başqa nə suallarımız var? Dərs materiallarını başa düşməkdə, çətinlik çəkəndə nə edirdin? Aslında məsələn, nəsə YouTube izahı falan məsləhət görmürəm həqiqətən. Düşünürəm ki, o sadəcə o dəqiqəlik, o anlıq üçündür. Həqiqətən ən məsləhətlisi öz yaşadığına sual verməkdir ciddən. Öz yaşadan onu necə başa düşürsə, ona səni o cür izah edir və o ən qəşəng yadda qalan yəni şeydir. Xüsusən o riyaziyyatda mən həmişə bir qızla otururdum. Onun məsələn misal hesablaması çox yaxşı idi. Həqiqətən çox yaxşı izah eləyə bilirdi. İkimiz bir-birimizə dəstək olaraq biz inkişaf eləmişdik. Ona görə çalışın dostlarınızdan soruşun. Məncə də yaxşıdır. Məsələn, YouTube izahı deyəndə bir var YouTube-da müəllimlər var da testi yazırlar. O məsələn yaxşıdır. Amma hər hansı mövzunu həqiqətən izah edirsə, sadəcə nümunələrlə məncə o daha yaxşı ola bilər. Düz, o da yaxşı, amma yəni öyrənmək istəyirsə və sizin götürümünüz uşaq tərəfdənsə, tövsiyə edirəm ki, dostunuzdan soruşun. Aslında bu sual verdim, amma yenə verim. Dərsə başlamaq üçün özü məsələn yapanların 15 saniyə qaydası var da. Səndə o necə idi? Yəni sən necə Promi dərsə başlayırdım da, yəni, amma necə olurdu? Yəni, yanında mütləq nəsə olurdu. Həqiqətən nə yalan deyim, ya ya jelibonum olurdu, ya o qurtlar var evdəki, ya o olurdu, ya da kof olurdu. Yəni, mütləq nəsə olurdu, mən o dərsə başlayırdım. Onlardan heç biri olmasa, mən o dərsə başlayamaram. Yəni, bu mən üçün qaydaydı da. Ağam özündən. Yəni, mütləq nəsə olmalı. Bir də mən nə olmadan başlayamırdım. O həqiqətən mən çox qınalırdı. Mən həmişə 2 fərqli rəng qələmdən istifadə edirəm. Biri qara idisə, biri mütləq göy idi. Birindən başlıqlar yazdırdım, nömrələr qeyd edirdim. Çox vaxt aparır, amma o cür gözümə daha səliqəli görsənirdi. Bir də kitabın üstündə işləmək deyiləndə. O mən kitabın üstündə işləyə bilməsəm, ürəyim partlayır. Yəni adam ağlamaq istəyir də. Mən istəmsizcə adam əli gəlir kitabın üstündəki xətt çəkir falan altından. Bilmədiyin altından gəlir. Qara istifadə eləyəsən, çox qəşəng bir şeydir. Ona görə çalışın kitablar özünüzə alın, çünki üstündə qeyd eləyə bilərsiniz. Başqa yerlərdən götürülən, dostumdan götürdüm, müəllim verdi.
Onun spesialyanısı da Əmanət. effektiv de değil. Yəni öyrəndikləri yadda saxlamaq üçün nə edirdin? Tekrarlayırdım. Həqiqətən mən elə olurdu ki, ingilis dilində, lüğətində sözü bitirirdi. Bir iki həftə keçirdim, mən o sözü təzədən başlayırdım. Müəllim verməyib, amma mən onu təzədən oxuyurdum. Tarixdə də mövzuya dənə-dənə baxmırdım. Belə göz atırdım, onsuz da oxumuşam deyə yəni bilirdim. Ona görə yəni ən yaxşı təkrar eləmək. Yəni ki, təkrar. Məsələn, bizdə elə uşaqlar vardı, yenə heç kimə söz atmam, amma belə situasiyalar olur da. Tutalım, müəllim evə təkrar verir, 10 mövzu birdən-birə verilir ki, bunu təkrar edin. Və uşaqlar başlayırlar ağlaşma qurmağa ki, biz bu 10 mövzunu necə öyrənək? Siz bu mövzunu öyrənmirsiniz də, yəni təkrar edirsiniz, baxırsınız. Yəni belə uşaqlarda olur. Həqiqətən heç stresi olanda uşaqlar qanamıram çünki bir stresi bizim olan ortamda da olub da. Ona görə çalışıb özünüz əvvəlcədən təkrar edin. Məsələn, tarix deyil, oxumusan, bir-iki gün o mövzu üstündən keçsə təzədən bax, yəni sənə nə gedir ki, zaten belə gözünlə baxsan biləsən o mövzunu təzədən. Yəni məsləhətli bir şey təkrar. Həm də məsələn bu ağlaşma quran uşaqlar olur deyə, müəllim də yaxşı deyib mövzuları azaldır deyə və sən oxumursan deyə uşaqları günahlandırmadan, yəni sən özün evə gəlib onsuz da o mövzunu oxuya bilərsən. Bir də dərs metodlarından danışaq. Sizdə məsələn tarixdə müəllim dərsi necə soruşurdu? Tarixdən bizə çox mövzu verilirdi. Elə olurdu ki, günə 20 neçə mövzumuz vardı. Və biz dərsliklərlə keçmişi o xüsusən çətin idi. Çünki 6-cı sinif 7, 8, 9, 10, 11 bunun ümumi tarix astardı. Bir gün az tarix olurdu, bir gün ümumi tarix. Atıram məsələn 6-cı sinifdən 5-6 mövzu birdən verilirdi, 7-dən falan qədər. Və dənə-dənə uşaqlardan soruşulursa, 6-cı sinif mövzusu bir uşağa düşürdüsə, 7 bir uşağa dəmir. Amma əsasən yuxarı sinifləri həmişə qrupda yaxşı oxuyanlar danışırdı ki, çünki zəif oxuyan zaten onu bilmir. Yaxşı oxuyan ən azından dedikcə uşaq onu bilir. Yəni tarixdə ancaq mövzu danışmışıq. Arada bir sual cavab olub. Azərbaycan dilində test, mətnlər işləmək, bu cür. Ədəbiyyatda da sual cavab formatında. İngilis dilində də sual-cavab formatında olub, lüğəti soruşulub, sonra sözlər, cümlələr, testlər işlənibdi, listening, writing and qrammatika. Riyaziyyatda da sadəcə tapşırıq işləyirdik, yəni sinif otağında. Səncə uşaqlar özlərinə uyğun müəllimi necə seçməlidirlər? Əvvəlcə məncə özlərinə sual verməlidirlər ki, necə bir tip müəllim istəyirsən, sərtmi istəyirsən? Çünki valideynləriniz buna qərar verməsini, mənim uşağım oxumur, sərt müəllim lazımdır. İlk başda nə deyim, hazırlıqlara başlamamışdan əvvəl mən də o cür düşünürəm ki, sərt müəllim olsa oxuya bilərəm. Amma halbuki yox, yəni məsələn, sərt müəllimdə əksinə mən heç cür dərs ala bilməzdim də. Mənim yəni getdiyim müəllimlər hamısı yumşaq olublar deyə mənim üçün daha rahat olub. Ona görə çalışın özünüz necə bir müəllim istəyirsiniz, ona görə seçin. Valideynlər seçməsin və ya kimsə məsləhət görməsin ki, bu müəllim yaxşıdır. Çünki bilə bilməzsiniz ki, o müəllim sizin üçün də yaxşı olacaq yoxsa yox. Amma bəzi uşaqlar həqiqətən bundan istifadə edirlər və dərs oxumurlar. O sizin öz tamamilə məsuliyyətinizdən asılı bir şeydir. Yəni qarşınızdakına hörmət üzrə bu. Yəni həm müəllim, həm sizin öz çalışmağınız önəmlidir də burada. Səncə məktəbə getsəydin də bu qədər bal toplaya bilərdin? O biraz çətin məsələdir. Çünki mən məktəbə yəni getməmişəm və o müddətcə evdə daha çox özüm çalışmışam. Yəni 11-ci sinifdə məktəbdə çoxunuz bilirsiniz, necə bir vəziyyət alır ki, onsuz dərs keçirilmir, səs, küy, o koridorda qaçır, bu nə bilim bu söhbət olur, bu qeybətdən, ona görə yəni şansınız varsa məktəbə daha az gedin. Çünki düşünürəm ki, bütün məktəblər demək olar ki, yəni bir iki məktəb istisna güzəşt edir. Bizim məktəb o güzəşt edilməz. Yəni çətin olardı bu qədər balı yığmaq. Tam olmazdı. 662 olmasa belə, yəni 600 plus yığardım, yəni düşünürəm. Çünki yəni onsuz bu mənim bazam idi, 9-cu, 10-cu sinifdən yığılan. Ümumiyyətlə bütün təhsil aldığım dövrümdən yığılan bir baza idi. Sadəcə yəni 11-ci ildə onların hamısını üstünə təzədən təkrar keçirirsə sərt bir şəkildə. Məşhursan. Niyə ada?
Yəni çoxu bilər ki, hüquqşünaslar üçün Azərbaycanda yəni çoxu deyib ki, işsiz qalırlar da. Amma fikirləşirəm ki, əgər ADA Universitetini bitirsəm və ə, düşünürəm ki, iş sahədə daha çox şansım olacaq. Həm ə, bəlkə də magistr üçün xaricə gedə bilsəm və ingilis dili bilirəm. Burada da çox uşaq kompüter istifadə edir deyə müəyyən qədər kompüter bilinə bu cür kompüter bilinə sahib olursam və düşünürəm ki, yəni ADA bu dəqiqə həm prestijli universitetdir, Azərbaycan Respublikasının içərisindəki olan universitetlərdən. Ona görə siz də seçimi tapmalısınız. Yəni sadəcə prestij. Kantin, Drama. bahalı kantin qiymətləri. Mən ADA düşünürəm ki, modern institutdur və tələbə yönümlü. Həqiqətən bir çox şeyə tələbəyə imkan yaradılır ki, özü seçsin, özü yaratsın, özü qursun. Və modern bir institutda bir şeydir ki, çətini çəkmirsən, hər yerdə kompüterlər. Bir sonra danışarıq. Bir şey sonra deyərəm. Görüb bir şey qutara biləcəyik bu ADA. Eyüp haqqında düşüncələrin nələrdir? Üzr deməmişlər. Aslında deyim, ilk həqiqətən, yəni ilk bir həftəni tamamilə bitirmişik də. Amma yuxarı kursdan çoxsu deyib ki, yəni foundation ərəfəsi, ümumiyyətlə foundation sizin üçün bir şansdır da, yəni uşaqlarını tanımaq, institutu tanımaq və o dövrü də şey dəyərləndirir. Çünki yəni asan keçən bir dövrdə həqiqətən ADA Universitetində təhsil alırdı. Ona görə həqiqətən düşünürəm ki, foundationda bizim iştirakçı olacaqsın ki, B3 qrupun birisi olaraq həqiqətən qrupunuzu çox bəyənirəm. Mən də. Çox belə, yəni indidən səmimi, ümid edirəm səmimiliyiz unutulmaz. Məsələn, mən bura gələndə müəllimlərim falan çox insan deyirdi ki, adada hamı varlıdır. Heç şey yoxdur. Qəsdən güllət. Bizim çıxışda getdiyimiz yer bilirsiniz arada bazar üstü. Niyə ududsuzdur deyə. Ən ucuz şey alırıq orada kruasanlar var. Vaxtı keçir. Bəli. Mən həqiqətən o sizin özünüzdən asılıdır. Məsələn, siz özünüzü gönələ aparsanız ki, mən çox varlıyam. Təbii ki, insanlar sizə cəsarət edib yaxınlaşa bilməyəcək. Yəni, bu varlıqdır, mən buna yaxınlaşım. Yəni, həqiqətən necəsinizsə, elə insanlar var həqiqətən varlıq deyirlər, amma özlərini varlıq göstərirlər. Həm gülüş doğurur bu, həm də ki, yaxşı bir şey deyil. Yəni, necəsinizsə elə olun. Heç kim sizi qınamır ki, yəni, buna bu adı doğuram, pulu yoxdur. Yəni, əksinə, bu daha belə gülməli və məzəli bir vəziyyətdir də. Təsəvvür uşaqlarla çıxırca əlizə yığa-yığa, vazifəsə gedib verəcəyəm. Bu daha gülməlidir, daha əyləncəlidir. Nəinki 5 qəpiklərlə, beş qəpiklərlə. Yəni, bir qəpiklərini sayan insanlar da, yəni, qrup boy olaraq. Yəni, həqiqətən çox insanda bu düşüncə var ki, adı ancaq varlıların yeridir. Orada sən sıxılırsan, sənə bullying eləyirlər ki, yəni sən varlı deyilsən deyə sənə bullying eləyirlər. Belə bir şey yoxdur yəni. Həqiqətən yoxdur yəni. Gəldik və gördük arkadaşlar. Mən burada hələ bir dənə varlı adam görürəm. Sən görürsən. Görən bir dənə bizim qrupdur. Bizim qrupdur biri. Mən tanıdığım çox qrup var da. A1 var, A7 var. Yəni səhər səhər mən çoxsun tanıyıram. Bir gün ortada. Yoxdur da yəni. Yəni düşünmürəm ki, gələrəm, sıxılaram. Yəni heç şey söhbət yoxdur. İlla ki, kasıb var. Çünki burada yəni bəlkə də bilirsiniz, birinci və ikinci qruplar üçün dövlət sifarişi yerləri açıldı və qaçqınlar, ümumiyyətlə sosial statusu olanlar da burada pul soxurlar deyə bəzən çoxsu ADA Universitetini seçir. Ona görə yəni heç bir şey düşünmürəm ki, gələrəm, çatıb görsəm, elə bir şey yox. Yəni həqiqətən elə bir şey yoxdur. Yaxşı ki, açıldı. İnşallah 3-cü qruplar üçün də açılar. 4, 5 gündə. Biz onu keçdi bizdən, amma inşallah gələcək sizin üçün olar. Biz başa düşdünüz. Yəni belə, kimsə sizi yayındırmaq istəyirsə, inanmayın. Yəni adamın ürəyi bir yer tutur da. Məsələn, mən neçə illər ürəyim adam tutub. Sən də? Onun sinifdə beynimə girib adam mənim. Çünki onun sinifdə atamla məsləhətləşəndə, çünki bilirdilər ki, istəyim hüquqdur, amma
digər universitetlərdə, bu arada digər universitetlər pis deməm, onlar da həqiqətən çox düşünürəm ki, prestijli universitetlərdir. Amma yəni ki, adı onun üstü beynimə girib, Omnitivdə açıq qapı günü genəldə bura vurulub, elə hal-hazırda adadayım. Nə yaxşı ki, oldu. Yaxşı ki, buradayım. Yəni, həqiqətən universitetimiz çox yaxşıdır. Kantin çıxmaq Qiymətlər çıxma şərtindən Qəşəng Universiteti. kitabxanamız gördüyünüz kimi bura kitabxanadır. Bəli. Ev arxadan mənzərəni göstərən bir budaq məsələn, adda binasını və təbiətini müşahidə edirik, Ada Parkı hissəsini. Parkınız falan, hər şey çox yaxşıdır. Həqiqətən insanlar da çox yaxşıdır. Yəni dediyim kimi heç kim sizə burada bullying falan eləmir. Onu unudun, yəni elə bir şey yoxdur burada. Və hamı nazir deyil. Ola bilər bir-iki dənəsi, amma yəni o sizin özünüzdən asılıdır. Onu öz yanınızdan uzaqlaşdıra bilərsiniz. Ona Yəni heç kim yəni məcburən gəlib sizi tapmır da. İstədiyiniz insanı uzaqlaşdıra bilərsiniz ətrafınızdan. Amma belə bir şey deyim. Varlıların çoxusu SAT ilə qəbul olmuş insanlardır və siz EP oxuyanda SAT-lərlə qarşılaşmırsınız. Çünki onlar birbaşa qəbul olurlar. əsas dərsini keçirlər. Əsas dərslə keçirlər, amma biz EP oxuyuruq. Və 4 il müddətində institutu bitirirlər. Məsələn, amma biz 5 il müddətində bitirəcəyik. Yəni o barədə heç narahat olmuyor ki. Amma məsələn, məncə o yaxşı bir şey deyil də. Birbaşa sən universitet həyatına atılırsan. Burada məsələn biz boş vaxtımız olur, istədiyimiz kimi gəzirik, özümüz üçün kef edirik də burada. Düzdür, dərs olur, sadəcə elə bilin ki, ingilis dili hazırlığı kimi bir şeydir. Həqiqətən ingilis dili hazırlığı. Amma yaxşı bir şeydir. Həqiqətən çox yaxşı bir şeydir. Yəni bir də institutun sistemi ilə çox alışırsan. Hə. Yəni bunu bəlkə də çoxsuz bilir. Ada Universitetinin sistemi digər universitetlərin sistemindən tamamilə fərqlənir. Ona görə bir il artıq oxumaq sizin üçün əlverişlidir ki, institutdan tanış olasınız, buradakı insanlarla. Çünki məsələn biz təzə girmişik, bir həftədə oxuyuruq, amma yuxarı kurslarda tanıdıqlarımız var. Çünki tanış oluruq da, yəni bu müddətində. Yəni çox yaxşı bir şeydir həqiqətən. Həm də məsələn gələn kurs üçün, gələn il üçün seçməyə müəllimlər də tanıyırıq ki, Aha, bəli ki. müəllimlər necədir? Bir var həm gəlirsiniz, boş yer falan olmur, müəllimləri tanımırsınız, kimi gəlir seçirsiniz, peşman olursunuz. Ya da sizə verilən müəllimlərdən peşman olursunuz. Amma oxuyanda artıq müəllimləri tanıyırsınız ya da yuxarı kurslardan soruşursunuz ki, bu müəllim necədir, onlar da cavablandırır. 662 bal toplamaq istəyənlər üçün, ümumiyyətlə daha çox toplamaq istəyənlər üçün bir cümləli motivasiya. Bir cümləli motivasiya. Çox fikirləşən bir şeydir. İndi və elə uzadım. Özünüzdən rəqabət aparın. Bu ən effektiv mübarizə üsuludur. Kimlənsə özünüzdən sadəcə. Çünki mən kimlənsə yox, ancaq özümdən. Özümün ən yaxşı versiyasına həmişə rəqabət aparmışam. Ona görə yəni bir cümləni ifadə eləməli olsam, özünüzdən rəqabət aparın. Evet, düzdür. Amma xəyali rəqib, bir növ xəyali rəqib qoymalısınız özünüzə. Kimlənsə rəqabət məncə yaxşı bir şey deyil. Çünki o sizdən yaxşı da ola bilər. Elə vaxt olar pis olar. Siz çox belə şey eləyərsiniz də, amma bu düşdü, mən çox güclü oldum. O dovşanla şey məsələsi var ya, tısbağa. Hə, düzdür. Hə, həqiqətən o tısbağa olar. Yəni çox şey eləyərsiniz özünüzün, amma gələr keçərsiniz. Düzdür, kimisə keçməsi burada bir rol oynamır. Sadəcə siz o qədər qürrələnərsiniz özünüzdən ki, özünüz düşərsiniz. Bunu eləməyin. Həmçinin əgər birindən aşağı belə olsaz, sizin nəticəniz yaxşı biri olsa, öz nəticənizə kölgə salasınız ki, mən pis yapmışam. Halbuki bəlkə də sizin nəticəniz çox belə kifayət eləyəcək və mükəmməl bir şeydir. Ona görə çalışın. Sadəcə özünüzün ən yaxşı versiyasına rəqabət aparın, kimdənsə yox. Bir də heç kimə icazə verməyin ki, sizin balınızla falan. Məsələn, yenə elə uşaqlar tanıyıram ki, normalda mən həmişə tam yazmışam da, tutam tarixlərlə, ədəbiyyatla. Fərq yoxdur, indi bir şəxs olaraq danışmam. 30-30 yazmışam, bu yazıb 15, 16. İndi şans elə gətirib ki, bu da yazdı 29.
və sən bundan az yazsan, sən də 25 yazsan və deyir ki, mən səndən çox yazdım, gördün. Yəni ona görə Elenə həqiqətən qulaq asmayın. Çünki o cür motivasiyadan salan neçə nəfər tanımışam da. Ona görə çalışın sadəcə yəni, öz nəticənizə baxın. Əgər 25 yazmısınız, nə istəyin, yəni 0 belə yazın, 15 yazın. Həmişə çalışın artırın o nəticəni. Yəni bu özünüzdən daha yaxşı bir səsinə rəqabət aparmaq deməkdir. Yəni öz nəticənizlə rəqabət aparın bir sözlə. Çox sağ ol. Sağ Təşəkkür olun. edirəm bura gəldiyin üçün. Sağ olun. O da buradayım. O da buradaydım. Sadəcə bina dəyişmişik. D buildingdən gəldik L buildingə. Nə qədər yol edirəm. Həqiqətən bu arada binalar uzaqda bir-birindən. Ona görə biraz ayaqlısı qüvvət. İdmana gedirsinizsə, idmandan çıxa bilərsiniz. Yəni B-dən elə gələnə kimi idmanda xərclədiyimiz vaxt eləyin olsun. Gəl eksklüziv suallar. Bunun qrup yoldaşlarımız yazır. Azərin sualı var. Azərlə qrup yoldaş olmaq necə bir hissdir? Həqiqətən bu sual çox fikirləşdim. Mən ümumi danışacağam. Sadəcə Azər üçün yox. Ümumiyyətlə hal-hazırda bütün qrup yoldaşlarımı çox belə deyim sevirəm. Çünki həqiqətən səmimi və yəni bizim qrupda sadəcə bir gün demirəm, bir dəqiqə, bir saniyə belə baxsaz necə səmimi olduğumuzu görəsiz. Ora gedib burada gülürük, bura yığışıb burada gülürük. Yəni çox səmimi. Yəni ona görə Azər səninlə qrup yoldaş olmaq da çox qəşəng bir hissdir. Və xoşbəxtəm. Nihat yazıb ki, oxuyub konstitusiya olacaqsan. Mən konstitusiya kitaba çevriləcəm. Yox, təbii ki də oxuyub arzum təbii ki də hüquqşünas kimi işləməkdir. İnşallah. Oxuyub konstitusiya yazacaq. Yəni oxuyub konstitusiya olmur. Maalesef Nihat bəy. Və Nihat yenə yazıb ki, nə olsun ki, mən də 661.5 toplamışam. Sənə ayaqüstə alqışlayıram. Ayaqüstə qalsam kameradan çıxacam. Çeynədim. Ayaqüstə alqışlayıram səni bir dəqiqə. Aha, eksklüziv suallar bitdi. Səncə gələn qonağımız hansı qrup olsun? İstəklər 4-cü qrupdur. Çünki fikirləşirəm ki, 3-cü qrupun çəkdiyi əziyyət qədər 4-cü qruplar da əziyyət çəkir. Ona görə 4-cü qrup. İnşallah keçən məsələn mənim qonağım Fatimə 681 topdur, balım da oxuyur. O da 4 demişdi. Amma Instagram 3 seçdi. Afərin. Artıq 2 dəfə üst-üstə 4 seçilib. Həm də səs vermələrdə 3-dən sonra 4 gəldi. Yəqin ki 4 olar. 4-də bir qrup yoldaşımız var. Belə deyək də, 4-cü qrup olsa da hal-hazırda adı da oxuduğu üçün memarlıq oxuyur da. Dizayn. Dizayn, memarlıq. Yox, dizayn, baş dizayn. Məncə dizayn da yaxşıdır. Yəni, məncə xeyirlisi nədirsə sizin üçün o olur. Yəni, gələn qonağımız da olacaq ki, necə 4-cü qrupdan dizayna keçid elədim. Siz də bəyəndinizsə, dostlar, kanala abunə olmağı, like atmağı və yorum yazmağı unutmursunuz, xahiş edirəm. Abunə olun. biz şəkil çəkdirdik ki, şeyə qoyaq. Editləyəcəm. Sağ olun.